19 mart 2026-cı ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər, dünyanın ən xoşbəxt ölkələri açıqlandı. Azərbaycan hansı sıradadır? Təxmin edə bilərsinizmi? Mən xəbəri oxuyum, sizsə bu ana qədər kanalımıza abunə olmamısınızsa, sağdakı üstəgəl işarəsini vurmaqla abunə olun və dünyanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb. Telegraf xəbər verir ki, bu barədə BMT-nin sifarişi əsasında hazırlanmış dünyanın xoşbəxtlik hesabatı 2026-cı il adlı sənəddə bildirilib. Ardıcıl 9 ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiya ilə yanaşı ilk onluğa düşən ölkələri sadalayıram. İslandiya, Danimarka, Kosta Rika, İsveç, Norveç, Niderland, İsrail, Lüksemburq və İsveçrə. Bax, bunlar ən xoşbəxt ölkələrin ilk onluğuna daxildir. Biz hansı sıradayıq bilirsinizmi? 102-ci sıradayıq. Azərbaycan reytingdə 102-ci pillədədir. Qonşu ölkələrə gəlincə isə Rusiya 79-cu pillədədir. Yəni Rusiya bizdən daha xoşbəxtdir. Ermənistan 89-cu pillədədir. Yenə bizdən daha xoşbəxtdir. Gürcüstan 91, Türkiyə 94, İran isə 97-ci pillədə qərarlaşıb. Hətta İran belə bizdən daha xoşbəxt ölkə sayılır. Reytinqin ən sonuncu ölkəsinin isə təxmin etməkdə çətinlik çəkməyəcəksiniz. Çünki 147-ci pilləsində elə ötən il olduğu kimi bu ildə dünyanın ən bədbəxt ölkəsi sayılan Əfqanistan yer alıb. Dəyərli izləyicilər, razılaşırsınızmı bu siyahı ilə? Gerçəkdə dünyanın ən xoşbəxt ölkələrinin sırasında 102-ci pillədə olmamıza münasibətiniz necədir? Rəylərdə fikirlərinizi gözləyirəm, dəyərli izləyicilər.